Belə bir maraqlı deyim var. Söhbət ki var bulaqdır. Kəsilməsə axacaq. Mübarək Ramazan ayında bizə olunan tövsiyələrdən biri də budur ki, bu ayda oruç tutmaqla yanaşı həm də dilimizi qoruyaq. Boş və bihudə söhbətlərdən uzaq olaq. Söhbət ki var bulaqdır. Kəsilməsə axacaq. Gəl elə söhbət et ki, olmasın ev yıxacaq. Özünü qoyub özgənin çəkmə nahaq dərdini. Onun bunun söhbəti ürək bulandıracaq. Söyləməmişdən sözü bir əvvəl düşün daşın. Bu söz qəlbi şad edər, yoxsa ki qəlb qıracaq. Müğayət ol dilindən, hesab kitabı vardır. O gün sənə düşünmə kimsə qucaq açacaq. Danışma yerli yersiz bihudə söhbətləri. Danışma yerli yersiz bihudə söhbətləri. Bir gün o söhbətlərə dost da qulaq tıxacaq. Boş bihudə məclisə mələk də durmaz yaxın. Bil ki həmən məclisin ruzisi də qaçacaq. Bil ki həmən məclisin ruzisi də qaçacaq.